Azərbaycanda müharibə veteranlarına ödənilən aylıq 80 manatlıq prezident təqaüdünün artırılması ilə bağlı hazırda rəsmi qərar yoxdur. Bu barədə İqtisad Elmləri doktoru Professor Rəsmiyə Sabir konkret açıqlamasında bildirib. Onun sözlərinə görə veteranlara ödənilən 80 manatlıq prezident təqaüdü 2019-cu ildən qüvvədədir və 2025-ci ildə digər sosial ödənişlər artırılsa da bu təqaüddə dəyişiklik edilməyib. Professor qeyd edib ki, təqaüdün 100 manata qaldırılması hüquqi baxımdan mümkündür və bu yalnız prezidentin yeni fərmanı ilə həyata keçirilə bilər. Lakin hazırda bununla bağlı hər hansı rəsmi qərar və ya açıqlama yoxdur. Rəsmiyə Sabirin sözlərinə görə hazırda ölkədə 182.961 müharibə veteranı var və onlara ödənilən 80 manatlıq təqaüd üçün dövlət hər ay təxminən 14,6 milyon manat vəsait ayırır. Təqaüd 100 manat qaldırılarsa büdcəyə aylıq təxminən 3,7 milyon, 50 isə 43,9 milyon manat əlavə yük düşəcək.